Qəbul imtahanına çox düşən, tərpənən və tərpənməz bloka aid olan 2 sualın izahına sizlərlə bir yerdə baxaq. Şərtdə deyilir ki, kütləsi 100 kiloqram olan yük blokun köməyi ilə bərabər sürətlə qaldırılır. İpin sərbəst ucu 0,6 metr/saniyə sürətlə hərəkət edirsə, yükün kinetik enerjisini hesablayın. Fikir verin, burada blokumuz tərpənən blokdur. Tərpənən blokda biz ipə aid olan kəmiyyətlərlə yükə aid olan kəmiyyəti bir-birindən ayırt etməliyik. Baxın, kütlə verilib, m bərabərdir 100 kiloqramdır. Həmçinin ipin sürəti verilib, ipin sərbəst ucunun. Ona görə V ip bərabərdir 0,6 yazırıq. Amma bizdən istənilən yükün kinetik enerjisidir. Y kinetik, yük bərabərdir suala. Kinetik enerji düsturunu bilirik. Y kinetik bərabərdir mv kvadratı bölə 2. Qeyd etdiyim kimi burada yükün kinetik enerjisi soruşulsa, mütləq buradakı yükün sürəti olmalıdır. Yəni biz burada V yükü yazmalıyıq. Biz bilirik ki, tərpənən blokda V ip bərabərdir 2 vuraq V yükdür. Buradan V yükü tapanda olacaq V ip bölə 2-yə. V ip də şərtdə 0,6 verilmişdir. 0,6 2-yə böləndə olacaq 0,3. Gətirib bax burada yerinə yazsaq qiymətlərimizi. Onda olacaq m-in yerinə yazıram 100. Vuraq 0,3-ün kvadratı 0,9 eləyir. Bir də bölə 2. 100 vuraq 0,9 bizə verəcək 9-u. 9 bölə 2 də olacaq 4,5 joule. Deməli, burada oldu D bəndi. Digər sualda artıq tərpənməz blok verir. Tərpənməz blokda V ip, V yük və s. bunları yazmağa ehtiyac yoxdur. Baxın, fikir verin, burada nə verib? Kütlə verilib yenə 80 kiloqramdır və 7 saniyə müddətində ipin sərbəst ucunun yer dəyişməsi 3,5 verilib. Yükün kinetik enerjisini bizdən soruşur. Yenə kinetik enerji soruşulur. Kinetik enerjinin düsturu Y kinetik bərabərdir mv kvadratı bölə 2-dir. Burada V-ni tapmalıyam. V-ni nədən tapacağım? V bərabərdir S bölək T-dən. Baxın, S-im var 3,5 metr, yer dəyişmə, zaman da T-də 5-dir. 3,5-i böləcəm 7-yə, vergül atıram məxrəcə 0, bu da eləyəcək 2-də 1, 0,5. Artıq M də var, şərtdə verilir 80, V-ni də tapdım 0,5. Gətirib düsturda yerinə yazacağım. Onda Y kinetik bərabər olacaq, M-imiz 80, vuraq 0,5-in kvadratı 0,125 bölə 2. 80 ilə 2-ni aparam ixtisar. Məxrəcdə 1, sürətdə qaldı 40. Deməli, 40 vuraq 0,125 bizə verəcək 10 joule. Cavab olacaq A bəndi.